Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Hazreti Zeynep sallallahu aleyhanın mübarek mövlud məclisinə yığışmışıq. Xoş qardaşlarım, halına hər biriniz doğrudan dəvət olunmuşsunuz. Bu ləyaqəti tapmışsınız ki, bu məclisdə hamınız. Bu ləyaqət Allah tərəfindən verilib, bu məclisdə iştirak edir. Allah bu günün xeyir, bərəkətini hamımıza nəsib eləsin. Allah Teala iffət və müqavimət nümunəsi olan Həzrəti Zeynəb sallallahu aleyhanı bizə nümunə, ülgü qərar versin inşallah. Həzrəti Zeynəb sallallahu aleyha bildiyiniz kimi İmam Əli aleyhissalamla Həzrəti Zeynəb sallallahu aleyhanın mübarək evliliyindən dünyaya gələn bəli, mən nə dedim? İmam Əli aleyhissalamla Həzrəti Zeynəb, Həzrəti Zəhra salamullahi aleyhanın izdivacından dünyaya gələn 4 övladdan biridir. İmam Hüseyin aleyhissalam, İmam Həsən aleyhissalam ki bilirsiniz, Həzrəti Zeynəb salamullahi aleyhada bu evlilikdən dünyaya gələn övladdır. Bir evlad barəsində də tarixin bir çox məsələləri kimi ixtilaf var. Ümmü Gülsüm salamullahi aleyhadır. Onun da barəsində ixtilaf var. Bəziləri deyirlər, o xanım elə həmin Həzrəti Zeynəb salamullahi aleyhadır. Bəziləri deyirlər, yox, ayrıca bir evladdır. İmam Əli ilə Həzrəti Fatimə salamullahi aleyhanın 4 evladından biridir Ümmü Gülsüm. Biraz barəsində çox ixtilaf olan şəxsiyyətlərdir, evliliyi barədə, ümumiyyətcə dünyaya gəlib gəlməməyi barədə başqa bir məclis istəyir ki, ayrıca o həzrət barədə danışaq. Amma qısa olaraq bunu deyim, qaranlıq qalmasın. Ümmü Gülsüm salamullahi aleyha bizim alimlərin nəzərinə görə bu 4 evladdan biridir. Həzrəti Zeynəb salamullahi aleyhadan əlavə belə bir evladları da olub. İmam Əli ilə Həzrəti Fatimənin Ümmü Gülsüm adlı bir qızları olub. Və həmin o xanım İmam Əli aleyhissalamın qardaşının evladından ailə qurub. Oğun ibn-i Cəfər, İmam Əli aleyhissalamın qardaşının evladından ailə qurub və ümumi olaraq bunu qeyd elədim ki, bu barədə hər hansı bir şübhə ilə rastlaşsa, istəyir şiə mənbələrində olsun, istəyir sünni mənbələrində etibar ediləcək qədər o möhkəm etibarlı sənədə malik deyil və o barədə olan sözlər etibarsızdır. Birinci məsələ budur. Bildik ki, Həzrəti Zeynəb sallallahu aleyha bu mübarək evlilikdən dünyaya gələn evladlardan hesab olunur. 7 dənə məsum görür Həzrəti Zeynəb sallallahu aleyha. 7 məsum tərbiyəsində böyüyən bir şəxsiyyət. Həzrəti Peyğəmbər, İmam Əli aleyhissalam, Həzrəti Zəhra sallallahu aleyha, İmam Həsəni görür, İmam Hüseyni görür, İmam Səbzəd aleyhissalamı görür və İmam Baqir aleyhissalamı görür. 7 məsumu görür. Adlandırılması belə olur bu Həzrətin. Həzrəti Zeynəb dünyaya gələndə Həzrəti Fatimə uşağı gətirir İmam Əli aleyhissalamın yanına ki, o dünyaya gələn evlada ad qoysun. İmam Əli aleyhissalam buyurur ki, mən Peyğəmbərdən önə keçə bilmərəm. Eşitmişsiniz, bu bir neçə şəxsiyyətlər barədə bu formada adlandırma var. Biri də Həzrəti Zeynəb sallallahu aleyha barəsindədir. İmam Əli gətirir Peyğəmbərin yanına, Peyğəmbər buyurur ki, mən bu işdə Allahdan önə keçə bilmərəm.
və ondan sonra Həzrəti Cəbrail əleyhissalam vəhy gətirir və o xanımın adını, həzrətin adını Allah tərəfindən Zeynəb adlandırılmasını tapşırır. Deməli, Həzrəti Zeynəb salamun aleyhanın adlandırması Allah tərəfindəndir. Allah ad qoyubdur, Allah adlandırıbdır. Və bir çox tarixi istinadlarda çox ehtiramla yanaşılır. Həzrəti Xədicə salamun aleyha ilə müqayisə olunur Həzrəti Zeynəb. Bir nəfər İmam Əli əleyhissalama Həzrəti Zeynəb üçün elçiliyə gəlir. O Həzrətə layiq olmayan bir şəxs. İmam Əli əleyhissalam ona sərt qarşı çıxır ki, bilirsən sən kimin üçün elçiliyə gəlmirsən. Orada bir söz işlədir ki, Həzrətin məqamı Həzrəti Xədicə salamun aleyhanın məqamı mislindədir, onun məqamı kimidir. Və yaxud Həzrəti Peyğəmbər bizə hamımıza tapşırıb, tövsiyə eləyib ki, bu qız evladına, bu qıza Həzrəti Xədicəyə qədər ehtiram qoyur. Həzrəti Xədicəyə hansı ehtiramı qoyurdursa, ona da həmin ehtiramı qoyur. Hicri qəməri tarixi ilə 5-ci ildə Həzrət dünyaya gəlir, Həzrəti Zeynəb. 62-ci ildə dünyadan köçür. Təqribən 57-58 il ömür yaşayıb. Mədinədə dünyaya gəlib, vəfatı barədə ixtilaf var. Bəzi alimlər deyir, Şamda dəfn olunub, Dəməşqdə dəfn olunub. Bəziləri də Misirdə deyirlər, qəbri Misirdədir və Qahirə şəhərində. Hər iki şəhərdə də məqbərəsi var və hərəmi var o Həzrətin. Hər iki şəhərdə, hər iki qeyd olunan yerlərdə. Hətta mən eşitmişəm Misirdə, Qahirə şəhərində bu günləri, baxmayaraq ki, orada sünnülərdir, orada əhali 5 gün Həzrəti Zeynəb salamun aleyhiyə viladət bayram tuturlar. 5 gün və bu günlərdə 5 gün sünnülər Həzrətin mövludunu keçirdirlər. Məşhur bir yazıçılardan biri elə o da Misirdəndir. Həzrət barədə bir kitab yazıb, Zeynəb Kərbəlanın qəhrəmanı. Onu da yazan bir sünnü Misirli xanım. Bu da Həzrətin o qəbri barədəki ixtilaf var. Bəzi alimlərimiz, o cümlədən Ayətullah Uzman Mərəşi Nəcəfi rəhmətullahi bu etiqaddadır ki, Həzrətin qəbri Misirdədir. Hər bir halda belə bir tarixi ixtilaflar, fikir ayrılıqları təbiidir, olur, tarixdə çoxdur. Növbəti məsələ Həzrəti Zeynəb salamun aleyhanın qardaşına bağlılığı idi. İmam Hüseyin əleyhissalama bağlılığı idi. Elə uşaq vaxtından da qeyd ediblər ki, Həzrət beşikdə olanda hələ İmam Hüseyin əleyhissalamı görəndə gülürdü, o yanında olanda gülürdü. Ayrılanda ağlayırdı. Hətta neçə dəfə olub Həzrəti Zəhrə salamun aleyha baxıb görüb ki, bu uşaq İmam Hüseyin əleyhissalamın yanında olanda gülür. İmam Hüseyin əleyhissalam gedəndə elə bir ruhu canından çıxırdı Həzrəti Zeynəb salamun aleyha. Həzrəti Fatimə gəlib Peyğəmbərdən soruşur bunun səbəbini, sonra Peyğəmbər Kərbəla vaqiəsini şərh eləyir, izah eləyir və hamısı oradan ağlayırlar. Və çox bağlılığı var idi bu bacı qardaşın bir-birinə və bu genetik bağlılıq deyildi sadəcə. İmamına olan o mərifətdən qaynaqlanırdı. Həm qardaşı olasan, həm Allahın hüccəti olasan, bu bağlılıq tam fərqli idi. Həzrətin həyatında o bariz görsənən aşkar məsələlərdən biri budur. Bir neçə
ləqəbləri var Həzrətin. Onlara işarə edeyim qısa olaraq. Həzrətin kəlamlarından 5 kəlmə seçmişəm tarix boyu ki, bizim üçün dərsdir, ibrətdir. Bunlara gərək diqqət eləyə, bacardığımız qədər həyatımızda icra edilir. Həzrətin, baxmayaraq ki, viladətidir, mövlududur, adam o Kərbəla vaqiəsindən, o müsibətlər ki, çəkib onlardan kənar keçə bilmir. Həzrətin bir ləqəbi Ümmül Məsaib, müsibətlər anası. O Həzrət İmam Əli əleyhissalamın o zərbətlənməsini, şəhadətini görüb, İmam Həsən əleyhissalamın zəhərlənməsini, İmam Hüseyin əleyhissalamın və Bəni Haşimdən olan 18 şəxsin şəhadətinin şahidi olubdur bu xanım. Ondan sonra əsirlərin o çəkdikləri müsibətləri görüb, bu yüzden müsibətlər anası ləqəbi verilir bu Həzrətə. Başqa bir ləqəb ki, hansısa bir alim yox. İmam Səccad əleyhissalam adlandırıb o Həzrəti alimətun qeyri müəllimə. Müəllim görməyən müəllimə. Təlim görməyən müəllimə çox böyük məqamdır. Əli əleyhissalam bir gün gəlir, görür ki, Həzrət xanımlar üçün təfsir dərsi deyir və müqəddəə hərflərini izah edir. Quran-ı Kərimin bir çox surələri müqəddəə hərflərinlə başlayır. O, Yasin surəsində onun bir nümunəsidir. Yasin. Bunlar müqəddəə hərflərdir ki, Allahla Peyğəmbər arasında rəmzlərdir. Əli əleyhissalam bu məsələni görəndən sonra hansısa bir surənin o müqəddəə hərflərini izah edirdi. Orada gəlir və həmin müqəddəə hərflərini İmam Əli əleyhissalam Kərbəla vaqiəsindən əlaqələndirir. Yəni bu xanım elm baxımından, fəsahət, bəlağət baxımından seçilən xanımlardan idi. Anasıyla uşaq vaxtı idi. Fədəkiyyə xütbəsini Həzrəti Fatıma məsciddə irad eləyəndə o xütbəni çətin sözləri var, Fədəkiyyə xütbəsinin. Balaca qız uşağı olmasına baxmayaraq, orada həmin məsciddə əzbərləyir və gələcək nəsillər üçün çatdırır. Növbəti Həzrətin künyəsi, ləqəbi Əqilə-i Bəni Haşim. Bəni Haşimin o ağıllı, dərrakəli xanımı. Baxın, Həzrətin həyatında doğrudan çox diqqət olunması məsələlərdən biri budur. O qədər müsibətlərə baxmayaraq, ağılla, şuurla hər bir məqamda ona uyğun addım atır, ona uyğun tədbir eləyir, müdiriyyət eləyir. 3-4 yaşı olardı, tarix qeyd eləyir. İmam Əli əleyhissalam evinə qonaq gəlir və İmam Əli həyat yoldaşından, Həzrəti Fatimədən soruşur ki, evimizdə nəyimiz var, biz bu gələn qonağa verək. Həzrəti Zəhra salamun aleyha buyurur ki, bir dilim çörək qalır, bir dilim. Və o da Həzrəti Zeynəbin çörəyi idi, həmin o qalan. Baxın, çox diqqət olunmasıdır. Uşaqlarıdır, amma onun dilimini ondan icazəsiz, onun payını ondan icazəsiz heç kimə verməzlər və qeyd edir ki, onun payıdır, onun qismətidir. 3-4 yaşında olan bir xanım deyir ki, mənim bu payımı, mən bunu istəmirəm, verin o gələn qonağa. Əqilə-i Bəni Haşim elə uşaq vaxtından. Növbəti sonuncu qeyd edəcəyim künyə və ləqəb Şərikətül Hüseyn. Yəni İmam Hüseynin şəriki. İmam Hüseyin əleyhissalam bu Kərbəla qiyamında dinin qorunmasında nə qədər rolu var idi, Həzrəti Zeynəb salamun aleyha şərik idi bu məsələdə. Bu da çox önəmli məsələdir. İnsan baxmalıdır hansı düşüncədədir, kimlərlə şərikdir.
Bizim hədislərimiz var və bu həqiqətdir. Bir adam pis iş görür və sən onunla eyni düşüncədəsənsə, onun o pis işinə şəriksən. Və yaxud bunun əksi, bir adam yaxşı bir iş sahibidir, sən onun hətta bacara bilməsən də, bunu eləyə bilmirsən, amma onun işində həmfikirsənsə, onunla şəriksən onun o savab işlərində. Ona görə düşüncələrimizi biz kontrol eləməliyik. İdeologiyamızı qorumalıyıq ki, biz hansı tərəfdəyik, hansı işlərin tərəfdarıyıq. İnanın ki, bu tərəfdarlıq qiyamət günü özünü göstərəcək. Həzrəti Zeynəb salamun aleyha İmam Hüseyin əleyhissalamın şəriki idi. Yəni bu qiyamda nə qədər rolu var İmam Hüseynin, onda şərikdir. Amma o kəlamlar ki, mən seçmişəm, qısa olaraq onları qeyd edeyim, sözümü yekunlaşdırıram. Kərbala vaqiəsində o qədər faciələrdən sonra, İmam Hüseyin əleyhissalam şəhid olandan sonra Həzrətin ilk sözü bu oldu. Həzrəti Zeynəbin. Allahümmə təqəbbəl minnə hədəl qurban. İlahi, bu qurbanlığı bizdən qəbul elə. Qurbanlıq yəni Allaha yaxınlaşmalı. Bu qurbanlığı zahiri mənası da ola bilər, bu lüğəvi mənası da. Bu qurbanlar ki, təqdim elədik sənin yolunda, bunu bizdən qəbul elə. Ya başqa bir İbn Ziyadın və Yazidin saraylarında xütbələri olur. Orada da baxsan, yenə Allah mehvər danışır Həzrəti Zeynəb. Allahumma xuz həqqənə. İlahi, bizim haqqımızı bu düşmənlərdən al. Bunu qeyd eləmək istəyirəm. Həzrətin bu sözünün birinci mesajı bizə bundan ibarətdir ki, insan bütün yaşayışında Allah meyyar, Allah mehvər olmalıdır. Baxın, bu faciədə Həzrətin düşündüyünə baxın, Allahümmə təqəbbəl minnə. İlahi, bu faciə ki, baş verir, bizə önəmli olan budur ki, sən bunu bizdən qəbul edəyəsən, sən önəmlisən bizim üçün. Bundan başqa, Allah meyyarlıqdan başqa bütün yaşayış puçdur, insanın zərərinədir. Hər addımladığı günlər, saniyələr. İnsan Allah üçün yaşamalıdır bu dünyada. Allah tərəfindən gəlib, Allaha da qayıdacaqdır. Ortada insanın Allah ixtiyar sahibi olaraq yaradıb və ağıl sahibi, düşüncə sahibi insan elə bu arada da ki, Allahdan gəlir və Allaha qayıdacaq, bu arada da Allahı mehvər, meyyar qərar verir. Əleyhissalam buyurur ki, Allah rəhm eləsin o şəxsə, bilir hardan gəlir, hardadır və hara gedəcək. Adam gərək oradan özünə bu sualları verər. Bir deyana, bir yaşayışında o qədər dünya adamın başını qatır, müxtəlif işlərlə lazımlıdır insanın ruzi ardınca da getməsi, digər işlər, hər şey önəmlidir. Amma arada bir deyana özünə bu sualları verər ki, mən hardan gəlmişəm, mən yaradılmış hədəfim nədir, Allah məni niyə yaradır, hara gedəcək? Deyana bir özünə bu sualları verir. Əleyhissalam buyurur ki, Allah rəhm eləsin o şəxsə ki, bilir hardandır. Əgər bilsə, onda yaşayışı da düz olacaq. Bilir hardadır və bilir hara gedəcək. Bunları bilsə, necə yaşamaq lazımdır biləcək, necə yaşamağın tərzini öyrənəcək. Xülasə birinci ala biləcəyimiz dərs Allahla yaşamaqdır. Allah üçün yaşamaqdır. İnsan həyatın müxtəlif ərsələrində bir seçimlər qarşısında qalır. Hamını Allah bu seçimlər qarşısında qoyur. Allah və digər məsələ, hər nədirsə. Pul ola bilər, məqam ola bilər, evlad ola bilər, ailə ola bilər, günahlar müxtəlif ola bilər. Haram məclis ola bilər. Ruzi qazanma ola bilər. Hər nə
zehninizə gəlsə bir tərəfdə o, bir tərəfdə Allah. Və bu seçim qarşısında imtihandayıq. Allah və bu birisi. Hər nə olur. Hünər odur ki, insan bu kimi imtihanlardan uzaq çıxsın, Allahı seçsin. Allah önəmli olsun onun üçün yaşayışda. Bu olur tövhidi yaşayış, Allah üçün olan yaşayış. Belə olsa insan hər anında Allahı düşünər, Allahı görər, hər bir rəftarında Allahı meyar qərar verər. Danışanda baxar ki, Allah bundan razıdır, danışır. Bir yerə gedəndə baxar ayaqlarına, görər ki, bu ayaqların Allahın razı olmayan yerlərə gedirsə saxlaya ayağını. Əlini uzadanda baxar ki, Allah razıdır, uzadar, razı deyil, uzatır. Allah üçün yaşayır. Həzrət Zeynəb salamun aleyhanın ilk bizə verdiyi dərs budur. Baxsan ki, Allah mehvərlik bütün həyatını bürüyübdür. Bir dəfə Həzrəti Peyğəmbər, Həzrəti Muhammed Allahümme salli ala Muhammed ve ali Muhammed. Namaz kılan zaman Əbu Cəhl, Allahın lənəti olsun ona, deyir ki, mən indi Peyğəmbərə səcdədədir, bizi görmür, istədiyim işi görərəm, əuzubillah, bir hörmətsizlik edərəm, vuraram, o məni görmür ki, belə bir söz deyir ya fikrinə gəlir, bu ayə nazil olur. Ələm ya'ləm bi ənəllaha yara. Həmin o şəxs bilmir ki, Allah görür. Bu bir dənə demək olar bütün alimlərin, bütün məsumların öncül tövsiyələridir. İnsan bu düşüncədə olar ki, Allah məni görür və bu yaşayışla yaşayır. Hər hansı baxın bir yerdə bir kamera olanda adam özünü necə yığışdırır? Kamera olan yerdə kim kamera çəkir? İnsan təqibası nəticəsində bu kamera sahibini Allah görməlidir ki, Allah görür ha. Allahın kamerası çəkir hər yerdə mənlədir. Xəlvətdə, aşkarda, düşüncələrimdə, batinimdən xəbərdardır. Və başqa bir məsələdə, baxın, əməllərin qəbuludur. Həzrət buyurur ki, Allahümmə təqəbbəl minnə. Bu əməlləri bizdən qəbul edir. Əməldən daha önəmli əməlin qəbuludur. Qabaqda bu barədə danışmışıq. Əleyhissalam buyurur ki, əməli yerinə yetirməkdən daha çox əməlin qəbul olması üçün çalışır. Namaz qılmaq bir işdir. Namazın qəbul olması bir işdir. Namazın düzlüyü bir işdir. Qəbul olması bir işdir. Məscidə kömək eləmək bir işdir. Onun qəbul olması başqa bir işdir. Namaz, məsciddə xidmət eləmək, məscidə gəlməklər birdir, qəbul olmaq birdir. Həzrət Allahdan istəyir ki, bu qurbanlığı bizdən qəbul edər. İnsan ixlasla Allaha xatir yerinə yetirsə işləri, gördüyü işdə yalnız Allahın razılığını istəsə bilsin ki, o əməli qəbuldur. Şəraiti, hər bir şey öz yerində, baxsın, görsün ki, mən bu əməli kimisə özümü göstərmək üçün, ya başqa bir qatqılar varsa, bilsin əməli qəbul edir. Amma sırf mən Allah üçün bunu eləyirəm. Başqa kimsə məni tərifləməyini gözləmirəm, kimsə məni danlasa ondan qorxmuram, yalnız Allah üçün. Növbəti məsələ, Həzrətin buyurduğu, İbn Ziyadın sarayında buyurduğu məsələ, söz budur. Ma rəəytu illa cəmilə. İbn Ziyad lənətullah istədi ki, həqarət eləsin, hörmətsizlik eləsin. Dedi, gördün Allah qardaşının başına nə iş gətirdi, Kərbalada Bəni Haşimin başına nə iş gətirdi, gördün onu. Həzrət orada şücaətli buyurur, mən orada gözəllikdən başqa bir şey görmədim. Baxın, 6 aylıq körpənin oxlanması gözəl deyil. Və yaxud o Kərbala şəhidlərinin at nalları altında qalması gözəl deyil. Baxın, orada ixlas gözəldir.
Orada fədakarlıq gözəldir. Allah vəlisinə təslim olmaq gözəldir. O suyu götürüb, ondan sonra o uşaqları düşünüb içməmək gözəldir. Allaha təslim olmaq gözəldir. Ma rəəytu illa cəmilə. Mən gözəllikdən başqa bir şey görmədim. Bəlaları, çətinlikləri insan belə baxmalıdır, gözəl baxmalıdır. Allah tərəfindən olsa insan təslim olmalıdır. Və bir də Həzrətin bu səbrini, istiqamətini göstərir ki, ma rəəytu illa cəmilə. Səbri bəzi dini məfhumlar var. Düşmən onu çalışır bizə yanlış tanıtsın. Düşmənin əlindən gəlir, bəzən uzaqlaşdırır o şeylərdən. Bəzən əlindən gəlməyəndə o mahiyyətini istəyir dəyişsin. Məsələn, Quran bu qədər Allah bizim üçün göndərir Quranı ki, biz yaşayış tərzini öyrənək. Çox təəssüflər olsun, əziz İslam Peyğəmbərin şikayətlərindən biri bu olacaq qiyamət günü ki, mənim qövmüm bu Quranı tərk elərlər. Bu Quran ki, onlar üçün gəlmişdi. Bu qədər mən zəhmətlər çəkmişəm 23 il ərzində. İmamlarımız gəliblər, hər biri şəhid olublar. Allah sonumuzu imamımızın zuhurunu təcil eləsin. Gəliblər, şəhid olublar. Niyə? Bu din yaşasın, bu din insanlara çatsın. İnsanlar Qurandan tanış olsunlar. Quranın məfhumlarıyla, Quranın mahiyyətinlə tanış olsunlar. Düşmən amma neyir? Düşmən Quranı bizə bir müqəddəs bir taxtların üstünə qoyulacaq bir kitab kimi tanıdır. Əlini vurmayı yandırar və belə tanıdır düşmən bizi. Ancaq nəmin toy mərasimlərində altından keçmək üçün və bu kimi. Yoxsa əlini vurmur. Baxın, Quranı götürə bilmir düşmən. Quranı biz müqəddəs sayırıq. Artıq o inancımızdan bizi döndərənməz. Amma neyir? Qurana yaxınlaşmaqdan bizi saxlayır. Bu məsələlərdən biri də səbirdir. Səbir məfhumunu bizə yanlış tanıtdırır. Deyib, səbir ilə oturub, gözləmək, dözümlü olmaq. Səbirin daha dəqiq mənası var dinimizdə. Səbir, insanın dözümlü olması nəyə? Günahların müqabilində, haqqın müqabilində dözümlü olub istiqamət etməsidir səbir. Və bu da insanlarda müxtəlif cəhətlərdə ola. Birinin çətinliyi ola bilər, çətinliyə düşüb orada dinimiz tövsiyə edir, səbirli ol. Yəni dözümlü ol, qabağa git, hərəkət elə. Düşmənin qarşısında səbirli ol mənası budur ki, ondan mübarizə yollarını tap və dözümlü ol, tədbirlə onunla mübarizə apar. Amma Həzrət-i Zeynəb salamun aleyha baxın, bu müsibətlər, qəmlər bir-ikisi deyil, hamısı əhatə edib Həzrəti. Səbrin nümunəsidir Həzrət. Həm səbirlidir, həm başqalarını da səbrə dəvət edirdi. O əsrlər karvanını baxın necə müdiriyyət edir Həzrət. Onun səbrindən qaynaqlanır. Bu səbrindən qaynaqlanır ki, deyir, ma rəəytu illa cəmilə. Mən gözəllikdən başqa bir şey görmədim. Razılıq məqamını göstərir. Hər bir şəraitdə Allahdan razıdır Həzrəti Zeynəb. Bu razılıq məqamıdır ki, onun dilinə gətirir bu sözü. Mən gözəllikdən başqa bir şey görmədim. İnsan Allahdan gələnləri gözəl görməlidir. Üçüncü məsələm, bəzi qeyd elədiklərimi də qısa işarə edeyim, çox vaxtımızı aldım. Növbəti məsələ Həzrətin şücaətidir. Yəzidin sarayında, baxın, Yəzidin sarayında dediyi sözlərdən biri budur ki, hər nə istəyirsən elə, hər nə qələt iş görürsən gör. Əziz rəhbərimiz Ayətullah Xamneyi belə tərcümə edir bu ibarəni ki, hər qələt eləyirsən elə, hər nə iş görürsən gör, bizim məhəbbətimizi insanların qəlbindən çıxarda bilməyəcəksin. Baxın Həzrətin yəqininə. Yəni, nə iş görürsən gör, Yəzidə xitab onun qarşısında şücaətlə dayanıb, buyurur ki, hər nə istəyirsən görə bilərsən. Kərbalada
baş verən hadisələr olsun ya başqa hər nə istəyirsən elə, amma bizim məhəbbətimizi insanların qəlbindən çıxarda bilməyəcəksən. Baxın, neçə illər sonra, əsrlər sonra insanlar yığışacaqdır, bizi yad edəcək. Bizim şad günümüzdə onlar da şad olacaq, qəmli günlərimizdə qəmli olacaqlar. Nə iş görürsən gör, bizim məhəbbətimizi qəlblərdən çıxarda bilməyəcəksən. Növbəti məsələ, əsirlər kərvanını yenə Yazid lənətliyin sarayına gətirirlər. Yazid görür ki, bir dənə xanım şücaətlə heç onun tərəfinə baxmır. Vüqarlı onun qarşısından keçir və soruşur, Yazid soruşur ki, kimdir bu belə təkəbbürlə, onun dilindən desək, qarşımdan keçir. Həzrət orada Yazidə deyir ki, inni əstəsxiru qədrək. Mən səni kiçik sayıram, səni heç kim sayıram. Sən kimsən ki, mən sənin qarşında özümü təvazükar aparım, özümü kiçildim. Sən heç kimsən. Baxın Həzrətin şücaətinə düşmən qarşısında. Sonuncu məsələni də qeyd edeyim, sözümü yekunlaşdırıram. Yenə Yazidin sarayında bir məclis qurulub, pərdə çəkilir, pərdə bir tərəfdə xanımlardır, bir tərəfdə kişilərdir. Və əsirləri gətirirlər həmin bu məclisə. Oturdurlar o məclisin ortasında. Həzrət orada buyurur ki, ədalətdəndirmi öz xanımlarını pərdə arxasında əyləşdirirsən, Peyğəmbərin ailəsini naməhrəm kişilərin qarşısında əyləşdirirsən. Baxın, Həzrət-i Zəhra iffətinlə seçilən iffətinlə bu bütün müsibətləri, böhranları müdiriyyət edən şəxsiyyət idi. Yəni, bu müsibətlərdə insan dinini, imanını, iffətini də qoruya bilər, qorumalıdır. Ona görə əvvəldə qeyd elədik, Kərbəlayı da qrupda çox gözəl yazır. İffət və müqavimət nümunəsidir Həzrəti Zeynəb. Bu Kərbəla vaqiəsi baş verənə kimi Mədinənin əhalisi deyirdilər ki, İmam Əlinin məcə qızı var, bilmirdilər. Yəni evdə olub o qədər iffətini qoruyan, naməhrəmdən özünü qoruyan şəxsiyyət idi ki, belə bir abu-hava yarandı Mədinədəki. Məgər Həzrəti Əlinin qızı var. Mən dini cəhətdən hələ yanaşmaq istəmirəm. Bəzi məsələlər var. İnsan özü, öz şəxsiyyətinə bəzi şeyləri sığışdırmır. Məsələn, heç din deməsə də, insan özünə sığışdırmır, yalan danışsın. Ama yalan pis bir şeydir. Bunun pisliyini hamı dərk edir. İstəyir din yolunda olsun bir adam, dindar. Bu da sonradan çıxartdığımız sözlərdir. Dindar ya başqa ifadələr. Bizim yolumuz birdir. Allah hamımızı yaradıb bir yolda qərar versin. Bu din yoludur. Din yollardan biri deyil. Yeganə yoldur. Yeganə yolu ki Allah bizim üçün istəyir. Baxın, indi dini hələ qoyuram bir qırağa. Çünki məsullarımız da bəzən bu formada danışıblar. İmam Hüseyin əleyhissalam Kərbəlada buyurdu ki, dininiz olmasa belə azad olun, kişiliyiniz olsun. Bir adam baxın, heç dində də olmasa bilir ki, yalan danışmaq pisdir, başqasına töhmət atmaq pisdir. İffətli olmaq da belədir. Baxın, heç din deməsə də, hər bir xanım gərək bu iffətini qorusun, namusunu qorusun, bu qeyrətini qorusun. Düşmən bunun üçün çalışır, bu iffəti aradan aparsın. Hicabla niyə bu qədər mübarizə aparır? O nə işinə qalıb ki, bizim müsəlmanların hicabı? Bununla mübarizə aparır ki, bu iffəti, bu qeyrəti, namusu cəmiyyətdən aradan aparsın, fəsadı, günahı yaysın.
bunu yaysa cəmiyyətdə rahat onları idarə edə biləcək. Bir cəmiyyətdə fəsad, günah yayıldı, orada artıq o ilahi dəyərlərdən söz gedə bilməz. Ustad Pənahyanın bir kitabı var, necə gözəl namaz qılaq. Mən bu ifadəni qabaqda təkrar eləmişəm, yeri var, yenə deyim. Orada deyir ki, Yahudilər evlərində Siyonist Yahudilərdən söhbət gedir. Düşmən, insanlıq düşmənliklərindən, Allahla düşmənçilik eləyənlər. Öz evlərində ata-analarının əllərini öpürlər bu Yahudilər. Amma dünya nə yayırlar? Hollywood vasitəsindən əxlaqsızlığı yayırlar bunlar. Deyirlər ki, dünya biz əgər hökumət eləmək istəyirsə, yolu budur. Özümüz görə son dərəcə əxlaqlı olaq, cəmiyyətə də əxlaqsızlığı yayaq. Əgər belə eləsək, biz hökumət eləyə bilərik. Yaxşı başa düşüblər və yaxşı da icra edirlər. Biz müsəlmanlar çox təəssüflər olsun, bu həmin bu təliyə düşürük. Həm özümüz riayət eləmirik, həm də qorumuruq cəmiyyəti, ətrafımızı. Həzrətin bizə verdiyi önəmli dərs budur. Gərək həm kişilər iffətli olsun, həm xanımlar iffətli olmağa çalışsın və bu hər kəsin fitrətindən qaynaqlanan məsələdir. İcazə versəz, mən bir dənə şeir də qeyd eləmişdim. Məndən sonra səhv eləməsəm şeir deyəcəklər, amma biz də adımızı yazdıraq. Mövlud günüdür. Zeynəb xanım ifadəsi var axırında şeirin. Mən sükut eləyəndə bir yerdə məndən bahəm deyərsiniz. Növbəti fəqərələrdə. Ey Əlinin zinəti gənci buqar Zeynəb xanım, Həzrət-i Zəhra gülü qəlbi qubar. Kərbəlada mən gözəllikdən səva şey görmədim, kəlməsi ta həşrəcən dildə şuar. Sən Hüseynin, sən Əbəlfəzlin, tükənməz səbrisən, şiyələr üçün iftixarsan iftixar. Həqqi ifşa etməyi Mövla Əlidən dərs alıb, ol Əli tək həqqi etdin aşikar. Kim əl atsa məhzərindən naümid dönməz geri, çün şəfaət ixtiyarı sizdə var. Tərk edənlər əhl-i beyti həşirdə tapmaz nicat, etməsin Allah bizi sizdən kənar. İstədik illərlə bitsin intizarı hüccətin, çarə yox, sən istə bitsin intizar. Salavat. Allahümme salli ala